8 avqust 1975-ci ildə Çinin mərkəzində onlarla kənd bir neçə saat ərzində yer üzərindən yoxa çıxıb və insanlar bu barədə yalnız 10 illiklər sonra məlumat əldə ediblər. Müxtəlif hesablamalara görə 230 minə qədər insan həlak olsa da, hökumət özünü heç nə olmamış kimi aparıb. Henan əyalətindən kənarda yaşayanlar faciədən xəbərsiz olub. Yalnız 1990-cı il və 2000-ci illərdə hidroenergetika tarixində ən böyük texnogen fəlakətin gizlilik pərdəsi altında saxlanıldığı və dövlət aparatının uzun illər bunun xəritədə səssiz bir epizod olaraq qalmasını təmin etmək üçün əlindən gələn etdiyini göstərən sənədlər üzə çıxmağa başlayıb. Henan əyalətindəki Çiju çayı üzərindəki Bansiyayu bəndi 1950-ci illərin əvvəlində yeni Çin və sosialist mühəndisliyin zəfərinin simvolu olaraq layihələndirilib və inşa edilib. O çayların inkişaf kampaniyalarının ardınca Sovet təcrübəsinə əsaslanaraq tələsik tikilib. Rəsmi sənədlərdə tikilinin faktiki olaraq sarsılmaz olduğu təsvir edilib. Bənd geniş ovalıqları qorumaq, milyonlarla insanı suvarma və elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulub. 12.000 kvadrat kilometr radiusda olan vilayət və təxminən 10 milyon sakin bənddən asılı olub. Lakin 1960-cı illərə qədər layihənin həddən artıq yağışa qarşı əsas olduğu, təmizləmə yollarının modernləşdirilməsi və təmizləmə işlərinin qeyri-müntəzəm şəkildə aparıldığı məlum olub. Çin mühəndislik hesablamalarında xüsusilə də mövsüm yağışlarının əvvəl su anbarı təhlükəsizlik səviyyəsindən yuxarı doldurularsa güclü fırtına zamanı bəndin sıradan çıxa biləcəyi barədə xəbərdarlıq edilib. 1975-ci ildə məhz bu baş verib. Avqustun əvvəlində strukturda artıq su və qeyri-kafi tutumlar baş verib. Fırtına mövsümü yaxınlaşdıqca vəziyyət gərginləşib. 1975-ci ildə avqust aylarının əvvəlində Sakit Okean üzərində formalaşan Nina tufanı sahilə çatıb və Çinin daxilində ərazilərə doğru irəliləyib və gözlənilmədən mərkəzi əyalətlər üzərində dayanıb. Bansiyayu bölgəsində tropik siklon soyuq cəbhə ilə toqquşub və 24 saat ərzində ilkin yağıntı yağıb. Bu yağışlar bir hissəsi onsuz da dolub daşan su anbarına düşüb. Hidroloqlar sonradan yazıblar ki, meteoroloji amillər bu cür kombinasiyalar demək olar ki, inanılmaz hesab olunub. Suyun səviyyəsi qalxdıqca növbətçi mühəndislər və yerli partiya orqanları həyəcan siqnalı göndəriblər. Lakin xəbərdarlıq sistemi yavaş olub və qərarlar gec qəbul edib. İnsanların sıx məskunlaşdığı düzənlikdə su altına qalması qorxusu ilə aşağı axında suyun buraxılması məhdudlaşdırılıb. Avqustun 7-sindən 8-nə keçən gecə suyun səviyyəsi beton qatına çatıb və demək olar ki, heç bir ehtiyat yeri qalmayıb. Kritik anda açıq su axını qurğuları artıq axın kompensasiya edə bilməyib və strukturun taleyi həll olunub. 1975-ci il avqustun 7-sindən 8-nə keçən gecə bənd çatlayıb və sonra demək olar ki, eyni vaxtda təkcə əsas strukturu deyil, həm də bir neçə kilometr enində və 10 metr hündürlüyündə sel qarşısına çıxan hər şey, evləri, dəmir yolu xətlərini, elektrik xətlərini, mal-qaranı, məhsulları və körpüləri məhv edib. Dalğa nəhəng bir şum kimi düzənliklərdən keçib. Geridə yalnız binaların parçaları və üzləri palçıqla örtülən kəndlər qalıb. Dünya baş verən dəqiq rəqəmləri yalnız illər sonra bilib. Hazırki hesablamalara görə 6,8 milyona qədər ev birbaşa su altında qalıb və təxminən 10 milyon insan bu hadisədən təsirlənib. Yüz minlərlə sakin dünyanın qalan hissəsindən təcrid olunub, yollar yuyulub, rabitə kəsilib, bir çox kənd o qədər tamamilə yoxa çıxıb ki, xilasedici ərazinin köhnə xəritədən istifadə edərək tapıblar. Sağ qalanlar bildiriblər ki, daşqın suları onlara gecə yağışda əksəriyyəti yatarkən çatıb və bir çoxları sadəcə sağ qalmaq şansı olmayıb.